Salam, hər vaxtınız xeyir olsun. Yeni maraqlı bir sual var, gününüzü görməmiş bir sual. Deyilir ki, hər insanın gözü unikaldır. Bəs görəsən heç eyni olan göz, yəni bütün əlamətləri eyni olan göz varmı, mövcuddur? Sual belə edilib, düz başa düşdümsə. Göz əslində biz bir orqan kimi dəyərləndiririk, amma gözün içərisində çox xırda-xırda orqanlar və təbəqələr var. Yəni buynuz qişası mümkün deyil ki, 40-dan çox təbəqə var bu gözün içərisində. Yəni bütün təbəqələrin strukturu, xəritəsi eyni olsun mümkün deyil. Ya bu buynuz qişada bir fərqli olacaq. Ən böyük fərqlilik bizdə iris tarama deyirik. Quzeyli qişa, gözün o rəngli təbəqəsi, ən böyük fərq oradadır. Yəni demək olar ki, barmaq izi kimi özəldir. Yəni necə ki, heç bir barmaq izi bir başqasının təkrarı deyil, irisin quruluşu da, quzeyli qişanın quruluşu da o şəkildə çox individual və fərqlidir. Böyük cihazların əksəriyyəti iris tarama ilə identifikasiya edir insanları. Ondan başqa da əsas bir də retinanın damarlarının vəziyyətinə görə, çünki retina damarları da orada da çox individualdır. Yəni hətta bəzən sağ göz sol gözə bənzəmir. Yəni o qədər bir-birindən fərqli xüsusiyyətləri, quruluşları var. Yəni əgər bu orientirləri götürsək, demək olar ki, başda dediyim kimi, necə ki, çox barmaq izi çox individualdır, həqiqətən də göz orqan kimi individualdır və demək olar ki, mümkün deyil ki, təkrarı olsun.